Herkese salam. Kanalıma videoma xoş gəlmisiniz. Bugün sizə bir nə video çəkirəm? Sual-cavab videosu. Bu videonu çox istəyirdiniz. Hətta mən post paylaşmışdım ki, suallarınızı yazın, cavablandıracağım videoda. İndi o suallar gəlib. İndi cavablandıracağım sualların hamısını. O zaman başlayaq. Amma belə akvaryum üçün doldurmuşam. Qarşı sizəcəm. İlk sualımız gəlsin. Burada video başlamazdan önce kanalıma abone olmağı, videoma like atmağı unutmayın. Tez bir zamanda 2K olmalıyıq. Əgər tez bir zamanda yaya kimi 2K olsaq, möhtəşəm bir kutlama gələcək kuzenim gildə. Bəlkə də sizə getdik, bəlkə öz aramızda evdə elədik, bəlkə də getdik parkda bir yerdə elədik. Neysə, stabil olun. İndi açdım. Ən sevmədiyim meyvə. Aslında mənim ən sevmədiyim meyvə yoxdur. Yəni sevirəm bütün meyvələr. Normal olsa sevirəm əslində. Amma tərəvəz var. O da ki, çuğundurdur. Zəhləm gedir rəsmən. Boranla da ondan da zəhləm gedir. Yeyə bilmirəm. Hər hansı ev heyvanı var. Var idi. Qabını gördüyünüz kimi. Bir balığım vardı, Nemo'ydu, okyan balığıdır, ay Allah, xoruz balığıydı. Nemo bilirsiniz ki bir yana çizgi film var, orada olan balığıydı, onun adını koymuşduq. Balıq var idi, oradaki Nemo, onun akvaryumudur bu. Hətta baxın, dibində daşlar, müsibətlər falan hamısı qalıb, onları tökmək istəmədim. Sonra, burada neysə qəribə suallar var, amma neysə. YouTube'a ilk nə vaxt başlamışsan? Mən 2023-cü ilin dekabrın 23 falan başlamışam. Dekabrda idi ya da yanvar idi. Həmin vaxtlar başlamışdım. Shorts video atırdım. Və mən bu ildən artıq uzun videolar atmağı paylaşmışam. 5 ay falan olar. Əvvəl çəkdiyim videoları üzü açıq çəkirdim və türkçə danışırdım. Çünki mən izləyənlərin çox türk olduğu üçün mən türkçə çəkirdim videoları. Və üzü açıq şəkildə çəkirdim. Sonradan gördüm ki, kanalım getdikcə böyüyür. Üzümü artıq bağladım. Gördüm ki, böyüyür, tanınacam mən. Mən tanınsam, şey olacaq artıq. Bildir, əgər problemlər yarada bilər. Ona görə üzümü göstərməyi bağladım. Belə getsək, 3K'da 10K'da göstərə bilərəm. 3K ola, 4K falan. Belə sürətlə getsək, 10K'ya tez zamanda ulaşa bilərik. İnşallah. Sınav performansı bekliyorum. Tamam. Bacı kardeşim var ve adı. Bacım var, kardeşim yoktu. Var ama əmmi oğlu falan da. Onlar da kardeşlerim var. Bacım var, adı Fatime ama neyse onu Fatime demirəm mən. Fatoş deyirəm. Nə vaxt əsəbləşirəm mən. Məsələn, deyirəm, məsələn, o yerdə bura, o yığışdırmalıdır. Fatime falan belə deyirəm. Onda bildi ki, onu əsəbləşmişəm. Normalde Fatoşdan ancaq. Pardon. Yine karıştırdım. En sevmediğin yemek. Ciğer. Ciğerden ümumiyyətlə zəhərləm gedir. Ürəyim bulanır rəsmən. De ki, boranı aş falan olur. Aş xoşduram. Boranı aşın ancaq aşın yiyirəm. Boransı qalır. Belə nüsret var. Neyse. Səsim niyə tutuldu bilmirəm. Başlayalım. Bir dakika arkadaşlar. Arkadaşlar pardon, şey zarmış, atam çağırdı. Neyse seçim. En sevdiğin meyve, en çok qarpız sevirəm, bayılıram. En çok desək qarpız, sonra çiyələk, alça, yemiş falan gəlir işte artıq. Səncə, aha bu. Səncə sevgidə dürüstlük önemlidir, yoxsa romantika? Cevabım məncə bəllidir, təbii ki dürüstlük. Niye dürüstlük? Neyse. Bunu demirəm. Boş verin. Yok. Arada da sevgi suallar gəlir. Yani o değil. Yazdı, çok yazmışdı. Yani hatta sildim onları. Şimdi boş verin. En sevdiğim fen. Kimya. Onu diyesen. Kimya okuyuram onu sevmirəm. Okuyuram sevmirəm. Resmen sevmirəm. Sonra en sevdiğin kino. Kino yok da mı dizi var? Orada Sahip Diziler dizisi. Bayılıyorum arkadaşlar.
Sizə tövsiyə edirəm. Mən də siz izləyirsiniz artıq çünki yəni o son videosu falan və ümumiyyətlə çox izlənir. 16 milyon olsun. Çox izlənir. Həddən artıq çox izlənir. 10 milyon içində məndə siz də varsınız. İzləməyənləri tövsiyə edirəm izləsinizdir. Sinifdə yanımda oturan uşağın adı, soyadı və kanalı. Adı Ömər, soyadı Rəhimzadə. Kanaldakı əd işarəsi yırtıcı, edit. En sevdiğin renk ağdır. Qaranlıq qədər sevmirəm amma ağ, bir də ki lila rəngi, morun açıq rəngi. Əgər bir süper gücün olsaydı nə olardı? Görünməz olmaq. Çünki kiməsə mənim haqqımda nə düşündüyünü bilmək istəyərdim. Görünməz olub onun yanına gedib nə danışdıqlarını eşitmək istəyərdim. Sahibslərdə ən sevdiğin karakter və çift. Devran Alaz favori karakterimdir. Çiftdəki Azdef. Azizən Devran. Sonra məktəb vaxtı heç kimisə sevmişəm. Evet, ama maalesef. Kimin həyatından yox olmasını istəyərdim və niyə? Həyatından yox olmasını. Sağ qalıb da mən necə natı öldürməliyəm bala? Hamısı həyatında olsun da, həyat onlarla maraqlıdır. Sonra ilin nədir? Əjdaha. Ad günün nə zaman? 1 sentyabr 2012-ci il. Ən sevdiğin yemək sushi. Çox sevirəm, bayılıram. Özə hot o qızardılmış. Ən yeməklərinin nəçi xəncər. Ən qəribə qorxun nədir? Mən hər şeydən qorxuram. Mesela qaranlıq olsun, hündürlük olsun, düzlük olsun. Adın Zəhra olmasaydı nə olmasını istəyərdin? Mədinə. Mədoş. Mədinə qədər sayda. Geçək. Bürcün nədir? Qız. Ən sevdiğin youtuber. Mən hamıya baxıram. Kim gəldi qabağıma baxıram. Ən sevdiğin best friendlərin Fidandır, Diyanadır, Rəfiqədir. Rəfiqə mənim məhəllədən dostumdur. Məndən 2 yaş balacadır. Balaca deyə, neysə. YouTube'a necə başladım və niyə? YouTube'a favorim idi, fobbim idi başlamaq. Fobbim yox, hobbi yox bir. Hobbim idi başlamaq, YouTube'da olmaq. Mən də başladım. Ən çox sevdiğin hərf A. Bilmirəm, çox isti gəlir o A hərfi mənə. İşıqlı bir şey gəlir. Adaya düşsən götürəcəyiniz şey, qayıq, su, yemək. Bu arada altına cavabları yazmışam ki, bir də video uzun olmasın. Xətmə fikir verməyin, neysə. Ayrıca nə istəfərsiz? Sri. Baxın Sri. 3 deyirəm, 4 göstərəm. 4. Dərs zamanı ən utandığın an. İçindən mahnı oxuyurdum. İçindən də yoxla. Sən demə səslə oxuyarmışam, beləməsə. Nədir? Boynuna sarılıb gitsəm, huzuru qaqlasam Ege'də. Elə bu mahnını oxuyurdum. Yanımda oturan sinif yoldaşım dedi ki, Zəhra Quruzadır. Özü möhkəmdə də sinifdə də mən belə oldum. Ana. Neysə. Ana adı və ata adı. Ananın adı Fərdi, atam adı Əhəd. Firliydi, Ehid. Son sual. En sevdiğin rəqəm. 7. Neyse arkadaşlar, video bu şekildeydi. Bu 30 tane sualı yazmışdınız. Aslında daha çok yazmışdınız. Mən çatdıramadım onların hamısını. Yerləşdirə biləcəyimi də yerləşdirim. Hətta belə sıxlaşdırmışam, əzib eləmişdim. Neyse, video bu şekildeydi. Videoma like atıp kanalıma abone olmayı unutmursunuz. Tez bir zamanda çıka olmalıyım. Sizi çok sevirəm. Bye bye. Kanalıma abone ol, like atmayı unutmayın. Bye bye. O bir videoda görüşmek üzere.